Rəvayət edilir ki, Abdullah ibn Ömər demişdir: bir dəfə mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, əli ilə şərqə tərəf işarə edib belə dediyinin şahidi oldum: fitnə bax oradan baş qaldıracaq. Fitnə bax oradan, şeytanın buynuzu çıxdığı yerdən baş qaldıracaq. Buxari 3279, 3511, 7093-cü hədis. Ummu Hərəm rəvayət edir ki, Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitmişdir: ümmətimdən ilk dəniz döyüşünə çıxan orduya cənnətə girmək vacib olacaq. Ummu Hərəm dedi: mən soruşdum: ya Rasulullah, mən onların arasında olacağammı? Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, buyurdu: sən onların arasında olacaqsan. Sonra Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, dedi: ümmətimdən Qeysərin şəhərində indiki İstanbula yürüş edən ilk ordunun günahları bağışlanacaq. Mən soruşdum: ya Rasulullah, mən onların arasında olacağammı? Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, xeyr dedi. Buxari 2934-cü hədis. Abu Süleyman Malik ibn Hüveyris demişdir: bir dəfə biz Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəldik. O vaxt biz həmyaşıd cavanlar idik. Biz 20 gecə onun yanında qaldıq. Nəhayət bizim ailələrimiz üçün darıxdığımızı görüb, bizdən onların yanında kimi qoyub gəldiyimizi xəbər aldı. Biz vəziyyətimizi ona bildirdik. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, mülayim və rəhimli adam idi. Odur ki, o buyurdu: ailənizin yanına qaydın. Bu dini onlara öyrədin və onlara yaxşı işlər görməyi əmr edin. Mənim namaz qıldığımı necə gördünüzsə, elə də namaz qılın. Namaz vaxtı yetişdiyi zaman qoy biriniz sizin üçün azan versin və ən yaşlınız sizə namaz qıldırsın. Əl-Buxari 628-ci hədis. Səhl ibn Səd rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: cənnətdə Rəyyan adlı bir qapı var. Qiyamət günü həmin qapıdan oruç tutanlar daxil olacaq. Onlardan başqa heç kim həmin qapıdan girməyəcək. Oruç tutanlar hardadır deyiləcək və oruç tutanlar ayağa qalxacaqlar. Onlardan başqa heç kim həmin qapıdan girməyəcək. Onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bundan sonra heç kim o qapıdan cənnətə daxil olmayacaq. Buxari 1896, Muslim 1152-ci hədis. Əbu Zər rəvayət edir ki, Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitdim: hər kim bilərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edərsə, küfr etmiş olar. Kim özünün heç bir qohumluq əlaqəsi olmadığı bir qəbiləyə mənsub olduğunu iddia edərsə, qoy cəhənnəmdəki yerini tutsun. Kim də bir adama ey kafir, yaxud ey Allahın düşməni deyərsə, əgər belə deyilsə, bu ittiham onun özünə qaydar. Buxari Ədəb-ül Mufrad 433-cü hədis. Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, demişdir: müsəlmanı söymək fasiqlik, onunla vuruşmaq isə küfürdür. Buxari 48-ci hədis. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, cümə günü xütbə verərkən bir bədəvə ayağa qalxıb dedi: ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı, bizim üçün Allaha dua et. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım əlində olan Allaha and olsun ki, o hələ əllərini aşağı salmamış, başımız üzərində dağlar qədər buludlar topalaşdı və o minbərdən yerə inməmiş, mən onun saqqalından süzülən yağış damcılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrası gün, daha sonraki gün, növbəti cüməyədək yağış ara vermədən yağdı. Həmin bədəvi ayağı qalxıb dedi: ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı, bizim üçün Allaha dua et. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əllərini göyə qaldırıb dedi: Allahım, yağışı üstümüzə deyil, ətrafımıza yağdır.
Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisindən bir ay sel axdı. Kənarda Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı. Buxari 933-cü hədis. Əbu Əyyub rəvayət edir ki, bir nəfər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun dedi. Mənə cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver. Əshabələr ona nə olub deyə soruşdular. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. O bilmədiyini öyrənmək istəyir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla. Əl-Buxari 1396-cı hədis. Əbu Əyyub rəvayət edir ki, bir nəfər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun dedi. Mənə cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver. Əshabələr ona nə olub deyə soruşdular. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. O bilmədiyini öyrənmək istəyir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla. Əl-Buxari 1396-cı hədis. İmam Nəvəvinin 40 hədis kitabından 3-cü hədis. İbn Ömər rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. İslam 5 əsas üzərində qurulmuşdur. Allahdan başqa məbudun olmadığına və Muhammedin ona Allahın salavatı və salamı olsun Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq. Buxari 8-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 5-ci hədis. Möminlərin anası Ummu Abdullah Ayşə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Kim bizim bu işimizdə, yəni dinimizdə, ondan olmayan bir yenilik edərsə, o rədd olunar. Buxari 2499, 2697-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 38-ci hədis. Abu Hüreyrə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allah buyurur, kim mənim dostumla düşmənçilik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətlərini yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki mən ona yamanlıq etmək istəmirəm. Buxari 6021, 6502-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 20-ci hədis. Əbu Masid Uqba ibn Əmr Əl-Ənsari Əl-Bədri rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. İlk Peyğəmbərlik kəlamından insanların yaddaşında qalan söz belədir. Utanmırsansa, istədiyini et. Buxari 5655, 6120-ci hədis. Rəvayət edilir ki, Əbu Musa demişdir. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, bizə 4 cümlə ilə belə xitab etdi. Həqiqətən Allah yatmır və ona yatmaq yaraşmaz. Tərəzini indirir və qaldırır. Gecənin əməli ona gündüzün əməlindən öncə qaldırılar. Gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Örtüyü nurdur. Əgər onu açsa, üzünün nuru gözünün gördüyü bütün məxluqatları yandırar. Muslim 264, 465-ci hədis. Abu Hüreyrə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Zülm etməkdən çəkinin. Çünki zülm qiyamət günü zülmətlərə çevriləcəkdir. Ədəbsiz olmaqdan çəkinin. Çünki Allah ədəbsiz və kobud olanı sevmir. Tamahkarlıqdan çəkinin. Çünki o, sizdən əvvəlkiləri qohumluq əlaqələrini kəsməyə və özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir. Buxari
Ədəbul Mufrad 487-ci hədis. Əbu Musa, Allah ondan razı olsun, rəvayət edir ki, bir nəfər Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi: Ey Allahın elçisi, Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizdən kimisi qəzəbinə görə, kimisi də namusuna görə vuruşur. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, buyurdu: Hər kim Allahın kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, uca Allahın yolunda vuruşmuş olar. Buxari 123-cü hədis. Abu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, bir kişi Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi: Ey Allahın elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə, mən nə edim? O buyurdu: Malını ona vermə. Kişi dedi: Birdən müqavimət göstərsə? O buyurdu: Sən də ona müqavimət göstər. Kişi dedi: Əgər o məni öldürsə? O buyurdu: Belə olan halda sən şəhid olarsan. Kişi dedi: Əgər birdən mən onu öldürsəm? Allah elçisi, ona Allahın salavatı və salamı olsun, buyurdu: O cəhənnəmlik olar. Muslim 377-ci hədis. Huzeyfə ibn Əsəd Əl-Ğifari belə rəvayət edir. Biz müzakirə edərkən Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, gəldi və dedi: Nə müzakirə edirsiniz? Dedi ki, qiyamət saatını müzakirə edirik. O bizə dedi: O saat yalnız 10 əlamətdən sonra gələcəkdir. Duman, Dəccal, heyvanın çıxması, günəşin öz qürub yerindən qalxması, İsa ibn Məryəmin, ona Allahın salamı olsun, nazil olması, Yəcuc və Məcuc, yerin 3 yerdə, şərqdə, qərbdə və Ərəbistan yarımadasında batması və bütün bunlardan sonra Yəməndən alov, od xaric olur və insanları öz məhşərinə, toplanmış yerinə qovur. Muslim 7467-ci hədis. Rəvayət edilir ki, Avf ibn Malik demişdir: Təbuk döyüşündə Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, dəridən düzəldilmiş çadırdaykən mən onun yanına gəldim və o mənə dedi: Qiyamət saati gəlməzdən əvvəl baş verəcək bu 6 əlaməti say. Mənim ölümüm, sonra Qüdsdə olan Beytül-Məqdisin fəth edilməsi, sonra qoyunları qırıb çapan tumov xəstəliyi kimisi məhv edəcək azar, sonra mal dövlət o qədər artacaq ki, birisinə 100 dinar verdikdən bundan narazı qalacaq, sonra elə bir fitnə meydana gələcək ki, ərəblərdən hər birinin evinə girəcək, daha sonra Rumlularla sizin aranızda sülh bağlanacaq və çox keçmədən onlar bu əhdi pozub, hər birinin altında 12 minlik qoşun olan 80 bayraqla sizin üstünüzə gələcəklər. Buxari 3176-cı hədis. Ömərin xəlifəliyi dövründə hicrətin 16-cı ilində Qüds fəth olunur və orada bir məscid də inşa edilir. İbn Həcər deyir, bu əlamət Ömərin zamanında Qüdsün fəthindən sonra Ambasda baş vermişdir. Taun hicrətin 18-ci ilində Ambasda baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Abu Ubeydə Cərrah da bu xəstəlikdən ölmüşdür. Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, demişdir: Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edəndir. Əl-Buxari, Ədəbul Mufrad 312-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, demişdir: Həmişə doğru danışan adam çox lənət oxuyan olmaz. Muslim 4701-ci hədis. Ayşə rəvayət edir ki, bir dəfə Abu Bəkir öz kölələrindən birini lənətlədi. Peyğəmbər ona Allahın salavatı və salamı olsun 2 yaxud 3 dəfə dedi: Ey Abu Bəkir, doğru danışanlar da lənət edərlər. Xeyr, Kəbənin Rəbbinə and olsun ki, belə etmək sənə yaraşmaz. Həmin gün Abu Bəkir öz kölələrindən bir neçəsini azad etdi. Sonra da Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi: Mən bir də belə etməyəcəyəm. Əl-Buxari, Ədəbul Mufrad 319-cu hədis. Rəvayət edilir ki, Abu Hureyra demişdir: Bir dəfə Cəbrail Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi: Ey Allahın elçisi, bax, Xədicə əlində bir qab xörək şirəsi bura gəlir. Sənin yanına gəlib çatanda
ona Rəbbindən və məndən salam söylə və cənnətdə onun üçün 2 boş mirvaridən hazırlanmış, içində də nə səsküy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ. Əl-Buxari 3820-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 13-cü hədis. Ənəs rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatü və salamı olsun demişdir. Biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün istəmədikcə tam şəkildə iman etmiş olmaz. Buxari 13-cü hədis. Rəvayət edilir ki, İbn Abbas demişdir. Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhammedin ona Allahın salavatü və salamı olsun yanına gəlib dedilər. Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir. Bir də görək, bizim etdiyimiz bu günahların kəffarəsi varmı? Onda bu ayə nazil oldu. Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Furqan surəsi 68-ci ayə. Sonra da bu ayə nazil oldu. Qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Zümər surəsi 53-cü ayə. Buxari 4436, 4810-cu hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatü və salamı olsun demişdir. Allah zinadan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır. Gözün zinası baxmaq, qulaqların zinası qulaq asmaq, dilin zinası danışmaq, əlin zinası toxunmaq, ayağın zinası addım atmaqdır. Qəlb istəyir və təmənna edir. Cinsiyyət üzvü isə ya bütün bunları təsdiqləyir, ya da təksib edir. Buxari 5774, 6243-cü hədis. Əbu Əyyub demişdir. Bir nəfər Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedi. Məni cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq bir əməl öyrət ki, onu yerinə yetirim. O buyurdu, heç bir şeyi Allaha şərik qoşmadan ona ibadət et. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmlət. Adam dönüb getdikdən sonra Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Əgər ona əmr edilənləri yerinə yetirsə, cənnətə daxil olar. Muslim 106-cı hədis. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Allah bir quluna xeyir istəyərsə, onu istifadə edər. Soruşdular. Necə istifadə edər ey Allahın elçisi? O buyurdu. Ölümdən qabaq onu yaxşı əməllər etməyə müvəffəq edər. İbn Hibban 342-ci hədis. Əl-Albani səhih olduğunu bildirmişdir. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatü və salamı olsun demişdir. Mənim hovuzumun 2 tərəfi arasındakı məsafə Əylə, Şamda yer adı, ilə Ədən, Yəmən arasındakı məsafədən daha uzaqdır. Onun suyu qardan ağ və südlə qatışdırılmış baldan daha şirindir. Ətrafına düzülmüş qədəhlər ulduzların sayından daha çoxdur. Bir adam insanların dəvələrini hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam. Səhabələr dedilər, ey Allahın elçisi, o gün sən bizi tanıyacaqsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Bəli, sizin başqa ümmətlərdən heç birindən olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz aldığınız əzalarınız nurlu olaraq gələcəksiniz. Muslim 581-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Hamını yıxmaq güclü olmaq deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü əl ala bilsin. Buxari 5649, 6114-cü hədis.